İndi skorpion eləmək üçün gəl 4 ayağa. Tamam. 4 ayağa gəldin. Blokun birini yerləşdirdin sağ dizinin arxasına. Tutdun. Qaldır ayağını. Başına doğru apar. Apar. Başını da qaldır ayağına. Apar. İtələməyə çalış. Amma yan tərəfə yox, düz başva tərəf aparmağa çalış. Ay, sağ ol. İndi diz çənəyə. Kürəyi qabart, qarnı içəri çək. Təkrar qaldır yuxarı. İtələ. İndi arxadakı ayaq barmağı mata keçir, dizini qaldır yerdən. Qaldır. Ay, sağ ol. İndi sinə və çənənin altını qoy yerə, salma. Ay, sağ ol. Ayağı daha da başını itələ. İtələ. İndi qoy dizi yerə, arxadakı dizi qoy. İtələ 4 ayağa. Haydi. Təkrar başı qaldır başını. Dizi gətir yenə çənəyə. Sinəni içəri çək. Ay, sağ ol. Təkrar ayağı göndər. İtələ qaldır sol dizi yerdən. Qaldır. Sinə və çənənin altını qoy yerə. Əla. Qəşəng. İndi qoy sol dizi yerə. İtələ özünü 4 ayağa. Haydi, sonuncu dəfə. Dizi çək çənəyə. Çək dizi çənəyə. Əla. Göndər arxaya. Göndər. Qaldır sol dizi. Aferin. Sinə və çənənin altını qoy. Daha da ayağı itələ başva. Daha da poponu sıx. Çanağını sıx. Qoy dizi yerə. İtələ 4 ayağa. Çənəni çək dizivə. Əla. Burax qoy yerə. Deməli, bu hərəkət nəyə kömək edir? Kalça əzələlərini gördü, hiss elədin yəqin ki, daha çox. Və bunun içində hərəkəti tapmaq. Bu, necə deyim, bu tənk nəfəsliyin içərisində nəfəsə fokuslanmaq hərəkətin içərisində. Çünki ayağı qaldıracaqsan yuxarı, ayaq başa, orada bu əzələlərin işləməlidir. Sol da eləyək. Ona görə demirəm də, qabaqcadan nə edəcək? Qaldırdın sol dizi, ayaq başa, ayaq barmağın başını göstərsin, ayağı point elə. Ox kimi ayaq barmağın başını göstərsin, yana yox, başa. Ay, sağ ol. Dizini çək çənənə. Qəşəngcə çək, kürəyə qabart. Əla. Təkrar ayağı göndər arxaya, başına doğru. Başını da qaldır, yaxşıca çənəni qaldır. Əla. Qaldır sağ dizi yerdən. Qoy sinə və çənənin altını yerə. Ayağın başına doğru gəlsin. Qoy sağ dizini yerə. İtələ özünü 4 ayağa. 3 ayağa. Təkrar. Başın başına gəlsin ayağın. İndi dizini gətir çənənə. İtələ kürəyi. Təkrar ayağı göndər arxaya. Qaldır sağ dizi yerdən. Qoy sinə və çənənin altını yerə. Qəşəng, ayağı yaxşıca itələ. Qoy sağ dizini itələ 4 ayağa. Haydi, sonuncudur, dayan. Başını itələ. Əla. Dizini çək çənənə. Göndər arxaya. Sıx bloku, yaxşıca sıx. Çanaq əzəllərini sıxdın. Əla. Qaldır sağ dizi. Ayağı itələ başına. Əla. Qoy sinə və çənənin altını yerə. Dizi qoyma. Əla. Qəşəng. İndi qoy dizini, itələ 4 ayağa, dizini çək çənənə, yavaşca buraxdın. Bu skorpiona hazırlıq üçündür. Yəni, bunu dincəlib bir tur daha edə bilərsiniz. Aşağı baxana gəldin, qoltuq altını yaxşıca yerə doğru bastır. Dirsəklərini qoy yerə. Dirsəklərin çalışmalısan, çiyinin altında olsun, yanları açılmasın. Birazca yığa bilərsən azacıq. Yeri gəl qabağa. Gəl. İndi dabanlarını bas yerə. Bastır dabanları, bastır, burada dayan. Dayan. İtələ kalçanı, ay sağ, itələ, dayan. Son 5, 4, 3, nəfəs, 2,
1. Qoy dizlərini dincə. Hocam bunu artıq. Nədir? Artıq necə olacaq? Haydi bir dənə də eləyək bundan. Çox yoruldum, niyə? Yorulmazsan, haydi. Yorulmamısan. Mənim eşitdiyim odur. Yorulmamışam, çox yaxşıyam, tamam. Haydi, dirsəkləri qoydun yerə. Yeri gəl qabağa. Gəldin, gələ bildiyin qədər gəldin. İndi bastın dabanları yerə. Dabanları bastın yerə. İtələyirsən sinəni. Ay, sağ ol. Qaldın burada. Çiyinlərin qabağa getməsin. Çiyinlərini itələ. Dayan, qarnı çək içəri. Əla. Son 5, 4. Nəfəs sakitləşdir. 3, 2, 1. Qoy dizi. Dincə. Aha, biraz arxaya qoy dirsəklərini səriyə. Ortaya gəl, matın ortasına gəl. Aha. Yeri gəl qabağa. Buradan yeri gəl qabağa. Bir ayağını qaldırdın. Dizini bük, ayağın başını göstərsin. Aysa. Bu şəkildə sıçramağa çalış. Amma o birisi ayağını bükmürsən. O birisi ayağın düz qalır. Aysa. Sıçra. Burada dayanmağa çalış. Bunu sıxacaqsan. Bunu sıx. Ay sağ ol. Bunu qaldırma. Endir. Dəngəni tap. Endir, dəngəni tap. Ay sağ ol. Endir. Bu şəkildə gedib gəlirsən. İndi tək başına eləyirsinizsə, burada dəstək olan kimsə ola bilməz. Divara yaxın dayanıb. O zaman ayağını divara tutub o şəkildə qala bilərsən. Ya da heç divara ehtiyac yoxdur. Əgər düşməkdən qorxmursansa, problem deyil. Uzağa, arxaya düşəcəksən, heç bir şey yoxdur. Amma bir ayağını tutdun burada sıxılı, itələdin arxaya. O birisini də L formasında saxlasan, zaten geriyə düşmə ehtimalın azalır. O zaman dəngədə, tarazlıqda qala bilərsən. İndi o birisi ayağından elə görək. Bükdün ayağını, dabanını yaxşıca kalçaya sıxaraq fırlamağa çalış, sıçra. Aysa, sıçra orada dəngəni tapmağa çalış. Əla, sıçra. Bunu uzat yerə. Yerə, yuxarı uzadırsan. Ay, sağ ol. Tamam, düş. Gəl dörd ayağa. Qoy dirsəkləri. Aha. Qaldır dizlərini. Yeri gəl qabağa. Aha. Bük indi sağ dizini. Qaldır yuxarı. Yaxşı yerləşdir. İstəyirsən bir açıdır. Bir dəqiqə. Özün yerləşdir. Aha. Aha. Onu saxlayaraq. Fırla. Sən bunu çalışa bilərsiniz çoxlu evdə ki, öyrəşəsiniz. Aha. Tut bloku. Bloku boşaldırsan. Tut bloku. Hər dəfə bloku sıxıb orada saxlamağa çalışırsan. Belə hazırlaşırsan. O birisi ilə sına. Ondan daha çətindir, yox eləmək. Hə. Çünki niyə? O tutmağa kömək eləyir. Diqqətimi həm ora çox yeri paylamışam. Diqqətin yuxarıdakı ayağında olsun. O sıxdığın ayağında olsun. Qəşəng. Aha. Tamam, düş. Tamam. Bu da çalışmalardan biridir. Demirəm ki, çıxdıq bu dəqiqə orada, dayandıq sərbəst şəkildə. Olmaya da bilər. Amma çalışdıqca olacaq. Çalışdıqca qüvvətləndirəcək. Zaten istəyimiz odur ki, birinci hazırlaşaq bu poza. Ondan sonra, yəni heç kəs birdən-birə qalxıb skorpionda dayana bilmir də. İndi dirsəklərini yerə qoy. Biraz divara yaxın get. Ayaqlarımızdan divara çıxacaq. Dirsəklərini qoydun, ayaqlarını qaldırdın. Getdin dirsəyindən divara. Get, qarnını qoyacaqsan. Aha, bura yaxşıdır məncə. Yapışdırdın, qabağa bax. Baxışın irəlidə olsun. Ay, sağ ol. Çiyini biraz qabağa ver. Aha, ayaq barmaqlarını bük. Ayağın başı var, başında ayaq var. Biraz dizlərini aralaya bilərsən rahat eləməkdən ötürü. Ay, sağ ol. Yuxarı bax. Daban. Ay, sağ ol. Çox qəşəng. Əlasan. Ayağın çox az qalıb çatmağına. Az qalıb. Qəşəng gedir. Buradadır. Wow, super.
Super. Çox qəşəng. Bastır ayağı, bastır, bastır, bastır. Bir ayağından o birisini bastır. Tamam. Yana doğru çıx. Əla. Qəşəng. Dirsəklərini qoy, əl barmaqlarını divarı göstərsin. Divarda eləyək. Sıçra divara. Pinçaya doğru sıçradın. Aysa tabanlarını qoydun. İndi yavaş-yavaş qarnını qabağa verək, dizləri bükürsən, irəliyə bax və ayaqların üstünü divara qoyacaqsan. Fırlatdın, ayağın üstünü qoydun. İkisində də aysa çanağın sıxılı, sıx çanağı, qabağa bax, divarı görməyə çalış. Ayağının üstü ilə, biri ilə divarı itələ. Aysa bir ayağı başına gətir. Bir ayağı başına gətir. Aysa yavaş-yavaş o birisi ayağı da aralayıb onu da başına gətirməyə çalış. Divara baxmağı unutma, divara baxmağı unutma. Ayağın point. Aysa çək tabanı, çək tabanı. Aferin. Wow. Super. Bunu məşq edirik. Yəni ilk dəfədən indi mən biraz dəstək verdim. İlk dəfədən olmaya da bilər. Yəni dəfələrlə eləyəcəyik. Etməkdən ötürü dəfələrlə etməli. Yəni 1 dəfə, 5 dəfə deyil, bəlkə 100 dəfə. Hər dəfə elədikcə, amma texnikanı bilin ki, necə gəlirsiniz. Ayağınızın üstünü divara qoyursunuz, yavaş-yavaş addımlayıb gəlirsiniz və daimi kalça əzələləri, yəni çanağın daimi sıxılı olmalıdır. Yəni bunu boş buraxmamalısan. Bunu boş buraxan kimi ayaq gələcək qabağa, geriyə doğru gedəcəksən. Onun üçün əsas diqqət burdadır, bir də qabağa baxmalısan. C hərfi formasına, hətta ayaq başa dəyib O hərfi formasına gəlirsən. Tamam? Bu qədər. Namaste. Elə, əlasın.